Gürcüstanda avtomobil bazarı 2026-cı ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə zəifləyib. Milli Statistika Xidmətinin açıqladığı son rəqəmlər göstərir ki, həm avtomobil idxalında, həm də təkrar ixracında azalma qeydə alınıb. Statistikaya əsasən yanvar-iyun aylarında Gürcüstana 100.616 avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% azdır. Eyni zamanda ölkədən ixrac olunan avtomobillərin sayı da 21% azalaraq 38.759 ədəd təşkil edib. Mütəxəssislər bu azalmanın əsas səbəblərindən biri kimi Gürcüstanda avtomobillərlə bağlı qüvvəyə minən yeni gömrük və tənzimləmə qaydalarını göstərirlər. Yeni rüsumlar və bəzi prosedurların sərtləşdirilməsi bazarın aktivliyinə təsir edib. İdxal və təkrar ixrac əməliyyatlarının həcmini əvvəlki illə müqayisədə azaldıb. İdxal olunan avtomobillərin əsas hissəsi yenə də ABŞ-dan gətirilib. Sonrakı yerlərdə Yaponiya, Çin, Almaniya və Cənubi Koreya qərarlaşıb. Bununla yanaşı ixrac bazarlarında maraqlı bir tendensiya müşahidə olunur. Qazaxıstan və Qırğızıstan əsas tərəfdaşlar olaraq qalsa da, İran istiqamətində avtomobil ixracı artmaqda davam edir. Cari ilin ilk 6 ayında Gürcüstandan İrana 5086 avtomobil göndərilib və İran ölkənin əsas ixrac bazarlarından biri kimi mövqeyini daha da gücləndirib. Ekspertlər hesab edirlər ki, İran bazarında müşahidə olunan bu dinamika həmin ölkədə avtomobilə artan tələbat, regional ticarət əlaqələrinin genişlənməsi və Gürcüstanın ikinci əl avtomobillərin yenidən ixrac mərkəzi kimi əhəmiyyətini qoruması ilə bağlıdır. Beləliklə, ümumi statistika avtomobil sektorunda azalma tendensiyasını göstərsə də, İran bazarında artan maraq Gürcüstan üçün yeni ixrac imkanlarının formalaşdığını göstərir. İlin ikinci yarısında yeni gömrük qaydalarının bazara təsirinin hansı səviyyədə olacağı isə diqqətlə izləniləcək. As outbound